Bizim bir dənə qohum var, uzaq qohumdur. Hacıdır. Elə gözəl insandır, elə gözəl insandır. Özü də imkanı da yaxşıdır, ha, sağlığına qismət. Allah onu bizə çox görməsin. Çox gözəl insandır. Allah köməyi olsun. Hacı da hacıdır da, neyniyək? Elə demə, qaqa. Hacı deyil, hacı Allah adamıdır. Allah adamın ləğini verər. Elə demək olmaz. Elə də danışırsan ki, elə bil peyğəmbərdir, imamdır, müqəddəs biridir. Hacı da o da sənin mənim kimi adamdır. Bir dənə fərq ondadır ki, o ziyarətə gəlib sən getməmsən. Bu bir ikincisi də hacı olub neyniyib? Az birinin qarnını doyuzdurub, paltarı olmayana paltarı alıb verib, yetim bir uşağın başını tumarlayıb. Neyniyib? Da mənə bir dənə barmağı qattala deyən ki, filan kəsə filan şey eləyib. 35 dəfə adam haza gedər ala. Ziyarət adı ilə gəlir ora alver eləmək, soruşan da olanda deyir ki, ziyarətə gəlirəm. Bəs görək sən ala, yaxşı görək. Allah Quranda nə deyir? Allah Quranda deyir ki, sizə verdiyimiz mal-mülk bir imtahandır və o mal-mülkdə kasıb-küsubun, yetim-yüsürün, fəqir-füqaranın, ehtiyacı olub dilənməyənin haqqı var.